Herkese salam dostlar. Bu günləri Başua komandası Yasenek komandası ilə üz-üzə gəlir. Ev sahibliği edir bu oyunda Başua komandası. İndi oyuna topu daxil edəcək Başua futbolçuları. Şevçenko, Türmə, Zola, Isco, Koleman, Diaby ilə yaxşı divar paslaşması. Koleman ötürməsi amma Diaby başla vura bilmədi. Zola və gol! 6-cı dəqiqədə Zola komandasını irəli keçirir. Baxın, uzaqçıncı istiqamətində əla zərbəsi, sol ayaqla və gol. Mbappe başladı, De Jong, Orban, De Jong, yenə ötürmə Mbappe amma keçmədi burada futbolçulardan. Səhvə yol verir futbolçular. Olise Guerrero topu alır və meydandan çölə çıxarır. Luis Figo ötürməsi Olise. Luis Figo yenidən. Figo topu özündə saxlayır. Olise McTominay. Luis Figo yenidən. Mbappe. Offside vardı mı burada? Yoxdur deyir hakim. Mbappe bir qədər topu özündə saxlayır. Mbappe orta qaldıracaq mı? Yox. Hələ də topu özündə saxlayır Mbappe. Olise Mbappe ötürməsi keçmədi. Zola indi Diaby ötürmə. Şevçenko sürət yakar Şevçenko sol ayaqla zərbəsi və gol! Şevçenko komandasının ikinci, özünün isə birinci golunu atır. Şevçenko. İndi Mbappe, ötürmə, Bellingham, De Jong Olise ilə oynadı. De Jong. İndi yox, Olise'dir bu. Olise'dən mükəmməl hərəkətlər. De Jong. Amma Jimenez icazə vermir. Mən buradayam deyir. Kolemandan üzümü ötürmə. Sonra Zola'nın başlı ötürməsi Diaby. Topu özündə saxlaya bilmir. Və beləliklə birinci hissə başa çatır. İkinci hissə Mbappe başladı. Bellingham McTominay ilə oynadı. Mbappe yenidən. De Jong ötürməsi. Kimdir bu? Luis Figo. Olise. Amma topu meydandan çıxarır deyəsən Koleman idi bu. Kimdir bu? Bilinmir. Luis Figo ötürməsi, boşla zərbə və gol! Mbappe! Mükəmməl ötürmə, mükəmməl gol! Cərimə meydan sahasının daxilinə ötürmə və Mbappe komandasının ilk golunu vurur. Geri dönüş edə biləcəklərmi? Yaseneklər. Zola, əla ötürməsi Isco. Mükəmməl gol, mükəmməl pas. İzləyək bu ötürməni, izləyək bu golu. Isco'ya doğru mükəmməl pası. Isco'nun dəqiq zərbəsi və top qapıdan keçir. İndi Mbappe ötürmə, Bellingham, De Jong'a, Mbappe yenidən. Mbappe De Jong'a oynayır amma səhvə yola verir De Jong. Alvaro Garcia Zola istiqamətində əla pası. Zola 4-1. 66-cı dəqiqədə Başua komandası 4-1 hesabda önə keçir Zola'nın goluyla. Amma burada Alvaro Garcia'nı da nəzərə almaq lazımdır. Mükəmməl ötürməsindən sonra
Zola dubluna imza atır. Shevchenko topu almağa çalıştı ama olmadı. Bellingham atırma Olise. Topu özündə saxladı bir qədər. Bellingham atırma. Mbappe pas istəyir. Mbappe atırma. Bellingham. Olise zərbə endirəcəkmi burada? Yox. İcazə vermir futbolçular. Rice'dan Guerrero'ya atırma amma bir qədər sərt idi və Shevchenko topu da qəbul edə bilmədi. Mbappe atırma. De Jong. Ruben Dias, Guerrero, Zola başla ötürməyi vermək istədi Alvaro Garcia'ya amma olmadı. Olise, Zola səhvini düzəltdi, topu qazandı. Garcia'ya ötürdü amma burada offside var mı? Bəli, offside. Burada offside olmasaydı Shevchenko hesabda yenidən komandasını önünə keçirə biləcək miydi? 90-cı dəqiqədir. Yasen komandasının başlamasıyla bəlkə də oyun sona bitəcək və bəli, vaxt bitdi. Başa komandası Yasen komandasını məğlub edir. Sağ olun dostlar, salamat qalın.